Bismillahirrahmanirrahim. Məhərrəm ayı gəldikdə verilən suallardan yaxud ortaya atılan şübhələrdən biri də bundan ibarətdir ki, nə üçün ya Hüseyn deyirsiniz? Nə üçün İmam Hüseyn ki, illərlə öncə, əsrlərlə öncə dünyasını dəyişib, onu çağırırsınız? O sizi eşidirmi? O sizə kömək edə bilirmi? Cavab. Burada cavabı verməmişdən öncə məsələni aydınlaşdırmaq lazımdır. Buna irad bildirənlər 3 formada irad bildirə bilərlər. 1. Çağırmaq olarmı? 2. Çağırmaq olarsa o sizi eşidir ya yox? 3. Ondan eşidirsə kömək diləmək olarmı? Problem bu üçündə ola bilər. Birincisi, çağırmaq. Sırf bir insanı çağırmaq nə vaxtdan problem olub? Nə vaxtdan şirk hesabı olunur? Bir insanı çağırırsan, ya Hüseyn deyirsən, istər dünyasını dəyişsin, istər sağ olsun. Bu çağırmağın özündə nə problem var? Sırf çağırmağa şirk deyirsinizsə, Qur'an-ı Kərimdə Allah Taala bir neçə peyğəmbərini dəfələrlə çağırır. Bizim əziz peyğəmbərimizi Allahın salamı olsun ona və pak əhli beytinə ya əyyuhər rasul, ya deyərək çağırır, ey deyərək çağırır, ya Musa, yaxud da başqa peyğəmbərlər Allahın salamı olsun onlara, Allah onları çağırır. İndi bu çağırmaq şirk mi hesab olunur? Sağ ikən çağırmaq olarsa, öləndən sonra çağırmaq olmazsa, bunu desəniz əgər, sizə bir sualımız var. Bir insan sağdır, mən onu indi çağırıram. 1 saat, 10 dəqiqə sonra o adam dünyasını dəyişir. Mən yenidən onu çağırıram. Burada nə dəyişildi ki, sağlığında çağıranda mən ona müşrik hesab olunmurdum. Olardı. Amma 10 dəqiqə sonra dünyasını dəyişdi. Mən çağıranda bu avtomatik olaraq tez şirk oldu. Heç düşünmüsünüz bu barədə? Məgər mənim indi öləndən sonra çağırdığım, 10 dəqiqə bundan qabaq çağırdığım insanla fərqi nədədir? Əgər sırf çağırmaqdan danışırsınızsa, ikisi də eynidir. Niyə bunların arasında fərq qoyursunuz? Namazda hər gün bütün müsəlmanlar məzhəbindən, təriqətindən asılı olmayaraq Peyğəmbərə Allahın salamı olsun, ona və pak əhli beytinə salam verib deyirlər. Əssalamu aleykə əyyuhən nəbiyyü və rəhmətullahi və bərəkatuh. Əyyuhə nədir? Salam olsun sənə, əyyuhən nəbiyyü, ey Peyğəmbər. Əgər sırf çağırmaq şirkdirsə, Peyğəmbəri də namazda hər gün salam verəndə əyyuhə, ey Peyğəmbər deyərək ona salam veririk, onda bütün müsəlmanlar şirk edirlər. Hətta bu iradı bizə bildirənlər də, şiələrə irad tutanlar da Peyğəmbərin namazında salam verib bu cümləni deyirlər. Onda siz də namazda çağırırsınız və çağırmaqla böyük bir günaha, şirkə yol verirsiniz. 2. Çağırmağı əgər qurtarıbdan sonra eşitməklə bağlı iradı olan varsa, eşidə bilirmi? Uzaq bir məsafədən bir nəfər Azərbaycandan Kərbalada olan İmam Hüseyni çağırırsa, o onu eşidirmi? Eşitməklə bağlı sizə Qur'an-ı Kərimdən birinci ayələri çəkirik. Qur'an-ı Kərim nazil olanda və Allah Taala Qur'an-ı Kərimdə Saffat surəsinin 79-cu ayəsində, o cümlədən də 109-cu ayəsində Salamun ala Nuhin fil aləmin dedikdə, Salamun ala İbrahim dedikdə Allah Taala bu ayələri nazil edəndə İbrahim də əleyhissalam dünyasını dəyişmişdi. Nuh peyğəmbər də əleyhissalam dünyasını dəyişmişdi. Bugün də müsəlmanlar Qur'an-ı Kərimi oxuyanda o ayələrdə İbrahimə salam göndərirlər. Nuh əleyhissalam salam göndərirlər. Dünyasını dəyişsə də necə ola bilir ki bu? Bəs buna cavabınız nədir? O cümlədən Qur'an-ı Kərimdə Allah Taala Bəqərə Əl-İmran surəsində şəhidlər haqqında buyurduğu cümlə budur ki, onlara ölü deməyin. Və la təhsəbənnəl-ləzīnə qutilu fi səbilillahi əmvata. Onlara ölü deməyin. Bəl əhyaun. Onlar diridirlər. İmam Hüseyn əleyhissalam hamımız etiraf edirik ki, şəhiddir. Peyğəmbər buyurub ki, o nəinki şəhiddir, şəhidlər ağası, seyyid-ü şühadadır. Və Qur'an-ı Kərimdə deyir ki, şəhidlər ölmür, onlar diridir. Onlara ölü belə deməyə haqqınız yoxdur. Son, yenə də bu ikinci suala cavabımız budur ki, namazda Peyğəmbər əgər bizi eşitmirsə, bəs niyə ona salam verirsiniz? Dediyimiz kimi, namazda müsəlmanlar məzhəbindən, təriqətindən asılı olmayaraq Peyğəmbərə salam verib deyirlər. Əssalamu aleykə əyyuhən nəbiyyü və rəhmətullahi və bərəkatuh. Peyğəmbər bizi ya eşidir, ya da eşitmir. Əgər eşidirsə, deməli bizim dediyimiz qəbul olunmalıdır. Peyğəmbər dünyasını dəyişib, illər üstündən keçib, əsrlər keçib, qəbri mübarək Mədinə şəhərində bizi eşidir. Yoxsa əgər eşitmirsə, bəs onda niyə salam verdik? Əgər eşitmirsə, onda bizim salamımız ona boş yerədirmi? Məni eşitməyənə mən nə salam verməliyəm? Hansı
dində, hansı qanunda, şəriətdə var ki, biri sizi eşitmirsə, divar ona sən salam verərsən? Deməli, eşidir. Necə ki, tarixdə hədis kitablarında gəlmişdir ki, Peyğəmbər dünyasını dəyişib, üstündən illərlə keçməsinə baxmayaraq, ikinci xəlifənin oğlu Abdullah ibn Ömər Peyğəmbərin qəbrinin ziyarətinə gəlib, orada Peyğəmbərə əvvəl salam verirdi. Əssalamu aleykə ya Rasulallah sallallahu aleyhi və alihi və səlləm. Sonra Əbu Bəkirə salam verirdi. Əssalamu aleykə ya Əbu Bəkir. Sonra atasına Əssalamu aleykə ya Əbətah deyərək salam verirdi. Salatul Mümin Əl-Qahtani 1395-ci səhifə. Məcmuatul Fətava bin Baz Əl-Həc vəl-Umrə kitabı 9-cu cild səhifə 289. Deməli, sahabələr də ikinci xəlifənin oğlu Abdullah da Peyğəmbərə və Əbu Bəkirə, Ömərə salam vermişdir. Əgər eşitmirlərsə, öləndən sonra onların hansına salam verirdi? 3. Əgər desəniz, yox, çağırmaqla problem yoxdur, eşitməklə də bağlı problem yoxdur. Üçüncü məsələ onların sizə kömək edib edə bilməməsi barəsindədir. Axı onlar dünyasını dəyişiblər, sizə kömək edə bilməzlər. Onda sizə sualımız əvvəldə bu olmalıdır. Çağırmaq onda şirk deyil. Sözünüzü geriyə götürün. Bizi eşidirlər, bunu da qəbul edin. Uzağı bunu deyə bilərsiniz ki, bizə kömək edə bilmirlər. Bəs nə üçün bizi şirkdə ittiham edirsiniz? Deyin, eşitmirlər. Bəs niyə bizə müşrik deyirsiniz? Deyin, çağırsanız da faydası yoxdur. Amma siz bəs niyə bizə şirk ittihamı vurursunuz? Amma ki qaldı, onların bizə kömək edib etməməsinə. Bizim əqidəmiz budur. Onlar dünyasını dəyişsələr də, Allah Taala pak və təmiz, Peyğəmbər və onu kimi pak əhl-i beytindən olan insanlara, digər şəxslərə kömək etmək bacarığı veriblər. Bəli, buna da bizim subutlarımız var. Sadəcə onların köməyi müstəqil olaraq deyil. Ya Hüseyn deyərək İmam Hüseyn əleyhisselamı çağıranlar onu Allah olaraq çağırmır. Onu Allah ünvanında çağırmır. Onu müstəqil, özü bacaran, özü kömək edən olaraq çağırmır. Onu Allah bəndəsi bilərək Allahın şərafətli və fəzilətli bildiyi, üstün qərar verdiyi bir şəxs olaraq çağırır. Allah ona elə bacarıqlar vermişdir ki, o çağırdığı insana kömək edə bilər. Onun müşkülünü, çətinliyini həll edə bilər. Bəli, həll edə bilər. Yox, əgər kimsə adını şiyə qoysa da belə, İmam Hüseyni çağıranda, onu müstəqil, Allahdan da üstün nazubillah, sırf onu nəzərə alırsa, Allahın bəndəsi olmayaraq ondan kömək istəyirsə, əlbəttə ki, onun nəinki şiyə, ona müsəlman demək olmaz. Çağıranlar, avamları, cahilləri çıxırıq. Hamısı İmam Hüseyni Allahın bəndəsi bilir. Hələ ona görə də bir adam ki, bu dünyaya gəlib, o Allah ola bilməz ki. Bir adam ki, dünyasını dəyişib, o Allah ola bilməz ki. Ona görə onlar İmam Hüseyni Allah bəndəsi olaraq çağırırlar. Allah olaraq çağırmırlar. Rəbb olaraq çağırmırlar. Allahda olan sifətləri ona vermirlər. İlah, Rəbb və ilaxır və onu ibadət etmirlər. Bundan qabaqda dedik ki, sırf çağırmaq da şirk olmur. Yaxşı. Tarixdə bunun nümunələri varmı? Bəli, tarixdə bunun nümunələri var. Birinci, Qur'an-ı Kərimdən. Qur'an-ı Kərimdə Allah Taala İsa Peyğəmbərin ölənləri diriltməsindən danışır. İndi deyin görüm, İsa Peyğəmbər bunu Allahın izni ilə elirdi, yoxsa Allahın izni ilə etmirdi? Allahın icazəsi ilə edirdi, Allahın icazəsi ilə etmirdi. Əgər kimsə gəlib İsa Peyğəmbərə deyirdisə, ey İsa, xəstəmə şəfa ver, Qur'an-ı Kərim deyir, ölənimi dirilt, yaxud da gözü kör olana şəfa ver. İsa Peyğəmbərdən bunu Allahın icazəsi ilə, Allahın izni ilə istəyirdi və İsa Peyğəmbər əleyhissalam da Allahın icazəsi ilə bu işi görürdü. Deməli, burada heç bir şirk yoxdur. Amma kimsə gəlib İsa Peyğəmbərə Allah olaraq, nauzubillah, bu Allahın icazəsi, izni olmadan, köməyi olmadan müraciət edirsə, əlbəttə biz də bunu qəbul etmirik. Qur'an-ı Kərim deyir ki, İsa Peyğəmbər ölənləri dirildirdi. Və bu günlərdə bizim əqidəmiz budur. Allah Taala pak, təmiz insanlara öləndən sonra da bu bacarığı verə bilər. Öləndən sonra da verə bilər. Bəli, verə bilər. Necə? Baxın, sahabələr Müsəlləmə-i Kəzzab, özünü yalancı Peyğəmbər adlandıran Müsəlləmə ilə döyüşə gedəndə, rəhbərləri də ordu başçısı Xalid ibn Vəlid ola onlar döyüşdə düşmənlə şüar verib deyirdilər. Baxın, "Thumma nada" nida edib deyirdilər. "Bi-şi'aril muslimin" müsəlmanların şüarı olaq. "Və kana şi'aruhum yevmə idin" həmin gün onların şüarı bu idi. "Ya Muhammedah" ey Muhammed,
Allahın salamı olsun ona və pak əhli beytinə. Onlar döyüşdə Peyğəmbərin adını çəkirdilər. Necə ki, biz bugün ya Hüseyn demirik, çağırırıq. Onların da o vaxt çağırdığı döyüşdə ya Muhammed idi. Harada? Əl-Bidayə və Nihayə kitabında 7-ci cild səhifə 467. Digər bir kitabda Təbəqatul Kubra 4-cü cild səhifə 144-də belə gəlmişdir. Bir nəfərin ayağı ağrıyır və ayağından əziyyət çəkir. İkinci xəlifə Ömərin oğlu Abdullaha deyir, ayağım ağrıyır, mənə bir yol göstər. O da deyir, insanların ən çox sevdiyi şəxsi dua et çağır. Qalə, ya Muhammed. Ona dedi, ya Muhammed. Həmin adam da sonra Peyğəmbərin adını çağırdı və xəstəliyinə uyğun Peyğəmbərdən şəfa tapmağını istədi. İkinci xəlifənin oğlu Abdullah ibn Ömərə ayaq ağrısından şikayət eləyəndə o demir Allahdan istə. O deyir ki, cəmaatın ən çox sevdiyi şəxsi o əhəbbun nas, insanların ən çox sevdiyi, insanlar arasında ən çox kimi sevirsən? Peyğəmbəri. O da ya Muhammed deyərək Peyğəmbəri çağırdı. O cümlədən də digər kitablarda da gəlmişdi ki, dualarda Peyğəmbəri çağırmaqla bağlı Cəlaləddin Suyuti Əl-Cami'us Səğir kitabında və o cümlədən də Kənzül Ummal Muttəqihindi Kənzül Ummal kitabında, o cümlədən də Tarix-i Mədinə Dəməşq İbn Əsakir də öz kitabında nəql ediblər bu duaları. Ya Muhammed, inni ətəvəccəhu bikə ilə Rabbi fi hacəti. Ey Muhammed, Allahın salamı olsun ona və pak əhli beytinə, sənə diqqət edirəm Rəbbimə tərəf öz hacətimə görə. Ya Muhammed deyəndə, dua eləyəndə Peyğəmbər dünyasını dəyişməyib. İndi duada onu çağırırsa şirk elmi. Bu da əhl-i sünnə qardaşlarımızın, mötəbər alimlərin kitabından. Ona görə də bu barədə kiməsə şirk ittihamı vurmamışdan qabaq əvvəlcə düşünün, öz kitablarınıza baxın, Quran ayələrinə diqqətlə oxuyun, sonra başqaları haqqında qəzavət edib onlara o sözləri deyin. Əks halda özünüz bu dediklərinizə görə Quran ayələrindən əhl-i sünnə qardaşlarımızın kitabı ilə məhkum olunarsınız.